Puldan söhbət gedir yenə də. Pul, şabaş, sənət adamları ya deyirlər ki, pul çoxdur, ya da deyirlər ümumiyyətlə pul yoxdur. Gah kasıblıqdan danışırlar, gah maddi durumlarının aşağı olmasından danışırlar. Amma müğənni Rüfət Axundov bir məsələyə toxunub. O deyib ki, gündəmdə olan yəni məsələ var. Məclisdə sənət adamlarının şabaş verilməsi məsələsinə o da münasibət bildirilib. Toylarda bilirsiniz də, müğənnilərin belə başına şabaş tökülür. Mən bəzən ona nəmər deyirəm. Demək, nəmər başqaymış, şabaş başqaymış. Ən çox bunu ərəb ölkələrində biz müşahidə eləmişik ki, daha doğrusu gənc şahzadələri gətirirlər. Onlardakı belə müğənnilər, rəqqasələrin xoşlarına gələn rəqqasələrin, xoşlarına bəyəndikləri, onların zövqünə uyğun olan müğənnilərin belə başına çoxlu şabaşlar belə tökürlər. Özdə belə pulların ortasını cırırlar, ya kisələrdən çıxardırlar. Elə toyun sonuna qədər görsən ki, əli belədir, pul atır. Sonra fikirləşirəm ki, onların qolu ya ağrıyar, ya da bir növ idmandır da, səhər muskulları olar. Bizdə də görmüşük, artıq var. Mən özüm bir toyda olmuşdum, uzun illər bundan əvvəl. Həmin adam Gədəbəylikdə oğlunun kiçik toyudur. Mən orada gördüm ki, pul belə yarıya qədər idi. Süpürkə gətirdilər, onu süpürdülər, yığa bilmirdilər. Onda mənim ürəyim ağrıdı. O pullara ürəyim ağrıdı. Yazığım gəldi ki, gör, bizim qazana bilmədiyimiz, həsrətində qaldığımız nə mənada, yəni cüzi qazanırıq. Onu da çox belə ehtiyatla istifadə edirik ki, sabah birisi gün problemimiz olanda həmişə daima pulumuz olsun. Orada pula mən hörmətsizliyi gördüm, sayğısızlığı gördüm. Pula qarşı o qədər belə ehtiram yox idi da. Halbuki biz kasanın qabağında dayanırıq, bir ay çalışırıq ki, əmək haqqı alaq. Həmin o pulları mən gördüm ki, necə əzildi, necə ayaq altında qaldı. Demək olar ki, pulu heç kim saymadı və süpürkənlə o pulları götürdülər. Həmin adam, yenə dedim, Gədəbəy rayonundan idi. Gör nə deyib, deyib ki, bir toyda olduq, çox şey görmüşəm, amma danışa bilmirəm, şabaşa aiddir. Mən pul yağışı görmüşəm, tək mən yox, Abbas Bağırov. Elə məclisdə olmuşdu ki, oradakı pulu görsələr, huşunu itirərlər. Bəlidir, o bir dəfə bir toyda da olduq. Orada o qədər pul var idi, səhərə qədər sayıb qutara bilmirdik. Axırda pulu yığmaq üçün toz soran gətiriblər. Yəni, o vaxt, mənim dediyim vaxt toz soran yox idi. Az adamlarda, mənzillərdə, evlərdə var idi. Ondan məhz süpürkə gətirdilər. Yenə də deyirəm, pulun yerə atılması hörmətsizliyidir.